bütün mənə elə gəlir ki, gəncliyimizdə belə bir algı var ki, bilirsiniz bu sosial şəbəkələr də hamını biraz dəyişdi. Bizim özümüz də adam bəzən fikirləşirik ki, Rüfət, sən, mən, dostlarımız, biz bütün gün işləyirik. Kimsə bir dənə TikTok videosu çəkir, məsəl üçün nəsə eləyir də, o da onun bacarığıdır. Mən ona da zamanə odur, biz dala qalmışıq bəlkə də, biz də bəlkə də ona uyğunlaşmaq. Sən hal-hazırda mənim fikirlərimi danışırsan. İndi bu cavanlar da onu görürlər, fikirləşirlər ki, daha asan pul qazanmaq yolu varsa, mən niyə gedim Cəlal'la, Rüfətlə, orada, burada işləyim də. Amma elə deyil, hər şey elə asan da olmur. Onun üzünə hansısa bir talih gülübdür, elə bir şans yaranıbdır və bu da mənə elə gəlir ki, bu əbədi deyil. Bu sosial şəbəkənin gücü əbədi olmayacaq. Bugün bloger, məsəl üçün blogerim, gəldim buranın yalandan reklam elədim. Bura 10 dənə müştəri gəldi. Gördülər ki, mən yalandan reklam eləmişəm də pul almışam, çünki yaxşı yerdə